Salam aleykum. İnşallah bugün öd qatlaşması haqqında danışmaq istəyirəm. Bu sual mənə hədsiz çox gəlir. Bir xanım da mənə yazmışdı, o çox diqqətimi çəkdi. Kama xanım, hə, belə idi adı. Burdan elə o xanım üçün çəkirəm bu videonu. Əsas hamı da götürsün, istifadə eləsin. Demək, kimdə öd qatlaşması varsa, köp olursa şiddətli, ağzında turşuluq olursa, dilin üstü ərf olursa, bu insanlar neynəsin? O xanım mənə yazmışdı ki, 4-5 aydır solmat çayı içirəm, amma mənə fayda vermir. İlk öncə bu bitkilərə gəlin bir nəzər salaq. Demək, hər bölgənin özünə məxsus gözəl bitkiləri var. Siz bunu araşdırmadan hər yerdən alırsınız. Ona görə də fayda görmürsünüz. Baxın, məsələn üçün, Neftçala rayonundan demək, Göyçayın narı eyni deyil. Mən Neftçaladan olduğuma görə bunu deyirəm. Yəni, Göyçayın narı gözəldir, qəşəngdir, dadlı olur. Neftçalanın isə balığı gözəldir, çox dadlıdır. Bunu hamı bilir. İndi videoya baxanlar təsdiqləyəcəklər. Baxın, hər bölgənin də bitkilər fərqlidir. Siz elə harda gördüyünüz solmat çayını alırsınız, o sizə fayda vermir. Mən bu yolları çoxdan keçmişəm. Mən məsələn üçün 5 adamdan, 5 yerdən solmat çayı almışam. 4-ü zay çıxıb, biri gözəl çıxıb. Məsələn üçün onu istifadə edirəm. Mən bilirəm ki, hardan hansı bitkini almaq lazımdır. Siz bunu bilmirsiniz deyə hardan gəldi alırsınız. Ona görə də fayda görmürsünüz. Çox gözəl öd qovucudur solmat çayı, amma baxır hansı bölgəninkini almısınız. Buna diqqət edin. Sonra solmat çayından istifadə edə bilərsiniz. Yaxşı solmat çayından inşallah. Və bir də sizə bir resept deyim. Demək, alırsınız 1-2 litr, demək, zeytun yağı, soyuq sıxım, rafina olunmamış. Amma onu da yaxşı yerdən alın. Hardan gəldi almayın. Demək, səhər-səhər götürürsünüz, gündə 3 dəfə. Bir dolu xörək qaşığı tökürsünüz bir stəkana zeytun yağın. Ora bir xörək qaşığı limon sıxırsınız. Yarım çay qaşığı da bal tökürsünüz. Yaxşı qarışdırırsınız, bunu içirsiniz. Səhər, günorta, axşam. Yeməkdən yarım saat əvvəl. Bunu bir ay, 2 ay, yaxşı olar ki, 3 ay eləyin. Siz görün sizin ödünüzdə olan o çamurlar, bərkimiş möhtəviyyat hamısı durulaşacaq və gəlib töküləcək 12 barmaq bağırsağın qidaların üstünə. Siz bununla, yəni ödünüzdə olan bütün problemləri həll eləmiş olacaqsınız. Sizin orada əgər xırda daşlar varsa, onlar yavaş-yavaş gəlib töküləcək. Xırda daşlardan söhbət gedir, böyük daşlardan yox. Yəni o bərkimə olan çamurlar, meyillilikdə olan, sonra qatlaşma hamısı gəlib töküləcək və ödün möhtəviyyatı durulaşacaq. Orada gələcəkdə sizdə nə daş yaranacaq, nə polip yaranacaq. Bir də bir şey deyim sizə, bizə lazımdır ki, bizim qaraciyər bizim üçün hər gün 1 litr öd hazırlasın. Bunu da təmin eləmək lazımdır ki, yəni bizim qaraciyərimiz bizə az öd verməsin. Az öd versə bizdə köp yaranacaq. Və qatı da olsa yenə də ağzımıza gəlib qayıdacaq. Yəni vuracaq arxaya. Onun üçün də 1 kilo alaqanqal alırsınız, gündə 3 dəfə yeməkdən 1 saat qabaq 1 çay qaşığı alaqanqal üyüdürsünüz, 1 çay qaşığı qoyursunuz dilinizin üstünə, gündə 1 stəkan su ilə içirsiniz. Yeməkdən 1 saat qabaq, yarım saatda qalmış bu şeyi içirsiniz. Zeytun yağı olan qarışımı inşallah. Və qaraciyər yeniləmiş olursunuz. Qaraciyər də hər gün bizə 1 litr öd verir, qidaların yəni parçalanmağında iştirak eləyir. Ona görə də siz həm burada köpdən, sancıdan, bağırsaqların yaxşı işləməyin elə bir təmin eləmiş olursunuz. Sonra bir də kiminsə ağzında turşuluq olursa, bax bunu biraz elə bir qısa zamanda kənarlaşdıra bilər turşuluğu. Qırmızı kələm alırsınız, salatlarınıza qatırsınız, amma çiğ şəkildə. Bir həftəyə kimi yiyin, görəcəksiniz ki, ağzınızda turşuluq zad yoxdur, ağzınızda olan ərf də yavaş-yavaş gedəcək. Yəni çox sadə və basit. Yəni hardan nə aldığınıza diqqət edin mütləq şəkildə. Yəni yenə deyirəm, mən 5 dənə yerdən solmat çayı alırdım, 2 manatlıq bir şey bağlaması paketi. Bir bağlama 2 manat. Çox yerdə. 5 dənə yerdən alırdım, yoxlayırdım. Görürdüm ki, hə, 2 manatımdan keçirdim. 10 manat pul eləyir, nə olsun. Keçirdim, yoxlayırdım, gördüm ki, 4-ü zay çıxdı, effekt fayda vermədi, biri gözəl çıxdı. Bax, oradan onu alırdım. Məsələn üçün, pisilyum gedirdim, yoxlayırdım. Görüm harda yaxşıdır pisilyum, bağa yarpağın toxum qəbizliyi üçün. Məsələn üçün, 3-4 yerdən alırdım, görürdüm yox. Məsələn üçün, sonuncu fayda verdi. Bax, bunlara nəzarət, diqqət edin. Yəni, hardan gəldi, nə gəldi, almayın. Ona görə də siz fayda görmürsünüz. Sizin zamanınız boşa gedir.
Belə gözəl insanlar. Mən çalışıram ki, tam aydın şəkildə sizə izah eləyim ki, biləsiz. Çox insanlar deyir ki, videonu 1 dəqiqəyə tamamla. Mən 1 dəqiqəyə necə tamamlayım bunu? Mən deyiləm sizsiz. Bunu mümkün deyil 1 dəqiqəyə tamamlayam. Aydın şəkildə deməliyəm ki, hər kəsə aydın olsun bu. Allah bütün xəstələrə şəfa versin inşallah bizə də.